Salamlayıram hər birinizi. Bugün sizinlə effektiv öyrənmə metodlarından danışmaq istəyirəm. Düşünürəm ki, bu mövzu nəinki müəllimlər, həmçinin tələbələr və şagirdlər üçün də çox önəmli və aktual bir mövzudur. Düzgün öyrənmə strategiyalarını və düzgün öyrənmə metodlarını seçmək hər hansı bir mövzunu qavramaqda ən mühüm amildir. Ən birinci öyrənmə metodumuz Feynman metodudur. Feynman metodunda Feynman bildirir ki, şəxsin özünün anlamadığı mövzu və yaxud mövzuda bir hissə onun tərəfindən izah oluna bilməz. Yəni siz özünüz hər hansı bir mövzunu öyrənmək istədikdə qarşı tərəfə izah edirmişcəsinə bunu öyrənin. Yəni bu mövzunu əgər siz sadə dillə izah edə bilirsinizsə, demək ki, bu mövzu sizin üçün anlaşıqlıdır. Daha sonra Pomodoro metodu var, hansı ki, keçən dərslərimizdə də mən bunu vurğulamışdım. 25-5 metodudur. 25 dəqiqə biz dərslə məşğul oluruq, 5 dəqiqə fasilə elan edirik. Daha geniş miqyaslı forması 90-20 metodudur ki, burada 90 dəqiqə fokuslu öyrənmə, 20 dəqiqə fasilə edirik. Bunlar isə konsentrasiyanı artırır, informasiya emalını gücləndirir və beynin yorulmasının qarşısını alır. Daha sonra bizdə multimodal öyrənmə metodu var, hansı ki, burada vizual şəkildə öyrənirik. Unutmayaq ki, beynimiz vizual şəkildə gördüyü hər hansı bir obyekti, hər hansı bir materialı daha yaxşı yadda saxlayır. Hal-hazırda dil öyrənmədə tələbələrə məsləhətimiz podkastlar dinləmək, hər hansı videolar izləməkdir. Bunlar hər biri multimodal öyrənmə metodudur. Yəni sadəcə oxumaqla kifayətlənmirik, digər vasitələrlə də buna təkamül edirik. Sonra aktiv təkrarlama, spaced repetition dediyimiz metod var. Yəni öyrəndiyi materialı bir gün sonra, bir həftə sonra, bir ay sonra mütəmadi təkrarlayırsan və beyin artıq bu məlumatı çox gördüyündən daha yaxşı qavranır və daha yaxşı yadında saxlayır. Digər bir metodumuz zehin xəritələri, mind mappingdir. Burada isə çətin mövzuları qrafiklərlə, diaqramlarla yadda saxlayırıq. Digər bir metodumuz mənim də çox üstünlük verdiyim müzakirə və diskussiya metodudur. Müzakirə və diskussiya metodunu hal-hazırda müəllimlər peer work və group work formasında istifadə edirlər. Yəni tələbələrdə olan cüt işləridir, qrup işləridir, müzakirələrdir, debatlardır. Bunlar tələbələr arasında olan informasiya mübadiləsini gətirib çıxardır və hər hansı bir mövzunun daha yaxşı yadda qalmasına köməklik göstərir. Daha sonra real həyatda tətbiq etmə metodu var. Əgər öyrəndiyiniz bir material və yaxud öyrəndiyiniz bir mövzu real həyatda tətbiq etməyə uyğundursa, çalışın bunu edəsiniz. Yəni praktik nümunələr tapmaq və yaxud gündəlik həyatda tətbiq etmək bu mövzunun sizin yaddaşınızda daha yaxşı qalmasını təmin edəcək. Və sonuncu, düşünürəm ki, ən vacib nüans düzgün psixologiya və düzgün mühitdir. Bu dərslə məşğul olduğunuz zaman olduğunuz mühitin dərsi qavramanıza birbaşa təsiri var. Sakit və yaxud özünüzü rahat hiss etdiyiniz bir mühitdə olmağa çalışın və qida rejiminiz, hətta emosional psixoloji vəziyyətiniz belə öyrənmənizin effektivliyinə birbaşa təsir edir. Bugünlük bu qədər. Düşünürəm ki, hər kəs fərdi olduğu üçün öyrənmədə ümumi bir metod deyilən bir qavrayış yoxdur. Metodlar da fərqlidir. Əsas olan özünü tanımaq və özünə uyğun olan metodu seçməkdir. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.